Eşq sadəcə içdə yaşanan romantik duyğu deyil. Bir çoxları bu cür başa düşür. Elə bilir ki, eşq sadəcə içdə yaşanan romantik duyğudur. Amma bu cür deyil. Əksinə, həyat tərzinə tətbiq olunacaq bir hissdir. Sevgini gərək həyat tərzi və davranışına tətbiq eləyəsən. Uşaq gedir, hər gördüyünü istəyir, ana vermir. Uşaq hər gördüyünü eləmək istəyir, ana ata qoymur. Kim deyə bilər ki, burada valideynin övlada məhəbbəti yoxdur? Hamı deyir ki, bu qadağa məhəbbətdəndir. Sadəcə uşaq bunu başa düşmür. Ona görə böyüyüb başa düşəndən sonra deyir, kaş anam atam sağ olaydı, mənə bir kəlmə deyəydi, mən onu candan başdan eləyəydim. Təəssüf hissi keçirdir övladlar böyüyəndən sonra ata-ananın sözünə baxmadığına görə. Özünü bədbəxt hiss eləyir. Xoşbəxt hiss eləyənlər də saadəti orada görür ki, nə yaxşı ki ata-anamın sözünə baxdım, nə yaxşı ki böyüyümün sözünə baxdım. Çün o məni istəyib deyir. Birinə bir söz deyəndə görürsən, o sərt reaksiya verir. Onun sərt reaksiyasını yumuşatmaqdan ötürü deyirsən ki, qardaş, səni istəyib deyirəm, ha. Səni istəyib deyirəm. Səni istəməsəydim bu sözü deməzdim. Görsən, söz demək, tapşırıq vermək, bunu belə elə, onu belə elə, məhəbbətdən irəli gəlir. Heç də hər yerdə ehtiyacdan irəli gəlmir. Allahımızın da bizə buyurduqları hamısı onun məhəbbətindəndir bizə qarşı və bizə olan xüsusi diqqətidir. Hardan bilək ki, Allahımız bizə xüsusi diqqət göndərib, xüsusi nəzər edib, onu hardan bilək? Bugünkü oruç tutmağımdan. Sən ki, bugün oruç tutmusan, özü də vacibdir tutmusan, bil ki, Allah sənə xüsusi diqqət göndərib. Xüsusi nəzəri var. Ona görə gərək sevgini həyata tətbiq eləyəsən. Sevgini sadəcə içdə duyğu kimi yaşamamalısan. Sevgi həyata tətbiq olunmalıdır. Allah da sevgisini tətbiq eləyir insan həyatına. Mən səni sadəcə elə bir romantik duyğu kimi istəmirəm, ha. Sən mənim bəndəmsən, filansan, mən səni yox. Mən sənə əmr verirəm, qadağa göndərirəm.